Salam əziz izləyicilər. Bu videoda biz sinonimlər təkrar edəcəyik. Sinonimlər ilk olaraq nədir? Onu bir yada salaq. Sinonimlər deyilişi və yazılışı fərqli, mənaları yaxın və ya eyni olan sözlərdir. Bir şey yadımızda saxlayaq ki, sinonimdir, antonimdir və çoxmənalı sözlərdə mütləq şəkildə eyni nitq hissəsi olmalıdır. Yəni fərqli nitq hissəsi ola bilməz. Amonimlər həm eyni olur, həm də fərqli nitq hissəsi olur. İndi mən mikrofonu ötürəcəm uşaqlara bir-bir, onlara suallar verəcək və onlar həmin sözün sinonimlərini tapacaq. Yusif, demək, ayılmaq sözünün sinonimi nə olar? Ayılmaq mənim, qalxmaq, durmaq. Durmaq, qalxmaq. Ay, sağ ol. Axşam sözünün sinonimi nə olar? Gecə. Gecə. Ötür. Səhər sözünün sinonimi nə olar? Gündüz. Səhər, yox, səhər, tezdən. Tezdən. Ötür. Adam sözünün sinonimi? Adam sözünün insan. İnsan. Ay, sağ ol. Yaxşı, olsun səndə. Dava sözünün sinonimi nə olar? Dava sözüm mən döyüş. Döyüş, müharibə. Müharibə. Yaxşı, ötür. Sən mən deyə görüm. Qoca sözünün sinonimi nə olar? Yaşlı. Yaşlı başqa nə olar? Axıl. Axıl. Bunu yadda saxlayın. Yaşlı, bir də axıl. Yaxşı. Getmək sözünün sinonimi nə olar? Yollanmaq. Yollanmaq. Sağ ol. Canavar sözünün sinonimi nə olar? Qurd. Canavar, qurd. Yüksək sözünün sinonimi nə olar? Mənim hündür. Gündür. Böyük sözünün sinonimi nə olar? Mənim onda da yüksək olur. Yox, böyük sözünün Böyük, iri. Evet.